Donald Trump'ın Çinə gözlənilən səfəri ilə bağlı ABŞ analitik dairələrində, eləcə də yerli mediada formalaşan ümumi mənzərə budur ki, Pekin səfərinin mərkəzində yalnız tariflər və ya iqtisadi münasibətlər yox, ilk növbədə İran məsələsi dayanacaqdır. Təhlillərə görə Ağ Evin əsas məqsədi Çinin Tehran üzərində malik olduğu iqtisadi və enerji təsirindən istifadə edərək İranı daha sərt mövqedən çəkindirməkdir. Çin İran neftinin ən böyük alıcılarından biri olaraq bu məsələdə Vaşinqton üçün potensial təzyiq rıçağı sayılır. Bu səfərdən konkret hansı strateji nəticələrin əldə edilməsi planlaşdırılır sualına daha dəqiq cavab kimi bildirə bilərəm ki, Vaşinqton Çinlə bağlı ən azı 3 istiqamətdə nəticə gözləyir. Tehrana hərbi və ya ikili təyinatlı texnologiya axının məhdudlaşdırılması, sanksiyalardan yayınma kanallarının zəiflədilməsi və Hörmüz boğazında enerji sabitliyi üçün Pekinin daha açıq mövqe nümayiş etdirməsi. Bunun müqabilində isə Trump administrasiyası Çinə tam qarşıdurma deyil, daha çox idarə olunan rəqabət modeli təklif ediblər.